Bugün Ucarda ağır yol qəzası baş verib. Hadisə rayonun Qazıqumlaq kəndinə gedən yolda qeydə alınıb. Mercedes S-Class markalı minik avtomobili aşaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə sürücü 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində ölüb. Qəza yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır. Türkiyədə halı pisləşən azərbaycanlı gənc vəfat edib. Hadisə Antalya vilayətinin Alanya şəhərində qeydə alınıb. Ailəsi ilə birgə yaşayan və Azərbaycan vətəndaşı olan 21 yaşlı Tanverdi Salmanovun səhhəti qəfil pisləşib. O dərhal Manavgat Dövlət Xəstəxanasına çatdırılsa da orada vəfat edib. Bildirilib ki, həmin şəxs Türkiyədə universitetlərdən birində təhsil alırmış. Gəncin ölüm səbəbini müəyyən etmək üçün araşdırma aparılır. Tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm vəfat edib. Bu barədə Tibb Universitetinin mətbuat xidməti məlumat yayıb. O, ATU-nun 1-ci Cərrahi Xəstəliklər kafedrasında çalışıb. 65 yaşlı həkimin ötən gün axşam saatlarında ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Oxazın məlumatına görə Ədalət Rüstəm Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Yanvarın 5-də isə onların anası dünyasını dəyişib.